Möhtərəm müsəlmanlar, Allahdan qorxun. Və bizlər artıq Şaban ayının 4-ündəyik. Yəni bugün Şaban ayının 4-üdür. Bu o deməkdir ki, mübarək Ramazan ayına artıq 25 gün qalıb. 25 gündən sonra mübarək Ramazan ayı daxil olur. Artıq indidən bu möhtəşəm aya hazırlıq görün qardaşlar. İndidən bu qarşıdan gələn möhtəşəm aya hazırlıq görün. Və necədir bu hazırlıq? Nə ilə olur bu hazırlıq? Ən birinci qəsdin və niyyətinlə. Ən birinci qəsdin və niyyətinlə. Yəni gələcək olan Ramazan ayı boyunca özünü tamamilə Allaha verəcəyinə bir istəyin olsun. Bir niyyətin olsun, qəsdin olsun. Çünki buna görə artıq sən indidən savab qazanırsan. Artıq indidən savab qazanırsan. Ramazan ayına indidən nə işlər görəcəyini planla. Müəyyən işlərini təxirə sal. Nədir? Ramazan ayında özünü Allaha verəsən deyə. İbadətlərdə məşğul olasan deyə. Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem: "Men hemme bil haseneti felem ya'melha, Kətəbəhallahu indahu haseneten kamileten." Kim bir yaxşılığa niyyət edərsə, qəsdi olarsa, istəyi olarsa, hətta onu etməsə belə Allah öz dərgahında kamil bir həsənət yazar ona. Kamil bir həsənət. Allah Teala da deyir ki: "Men ca'e bil haseneti felehu aşru emsaliha." Kim bir həsənətlə gələrsə, ona 10 mislində verilər. Həmin həsənətin 10 mislində verirlər. Odur ki, indidən hazırlığını görsən. Yəni, harasa biz uzaq bir yerə səfər edəndə əvvəlcədən hazırlıq görmürükmü? Və Ramazan ayı sənin Rəbbinə doğru edəcəyin bir səfərindir. Ramazan ayı Rəbbinə doğru çıxacağın bir səfərindir. Odur ki, indidən niyyətinlə və qəsdinlə hazırlıq gör. Sonra bu möhtəşəm aya hazırlıqdan ikincisi, artıq indidən başla Quran oxumağa. İndidən Quran oxumağa başla. Sələflər bu ayı qarilərin ayı adlandırırdılar. Şahrul Qurra, qarilərin ayı. Çünki bu ayda çoxlu Quran oxuyardılar. Hətta Ramazan gələndə Quran oxumaq onlara hasan da olsun. Artıq nəfslərinə yaxın olmuş bir şey olsun. Və həm də kamil şəkildə özlərini Ramazanda Qurana versinlər deyə. Çünki Ramazan bütövlüklə Quran ayıdır. Ona görə kimlər ki Quran oxuya bilmirsə, indidən öyrənsin. İndidən Quran Ramazan daxil olmadan öncə Quran oxumağı öyrənin. Vallahi eyibdir qardaşlar, bir müsəlmanın Allahın kitabını oxuya bilməməsi. Eyibdir. Ramazan daxil ola, Quran ayı gələ və sən Allahın kitabını oxuya bilməyəsən. Bu yaraşmaz müsəlmana. Allahın kitabını oxumamaq, Allahın kitabından üz döndərməyin növlərindən biridir. Allahın kitabını, Qur'anın nazil olduğu kimi ərəb dilində oxumamaq, Allahın Qur'andan, kitabından üz döndərmək növlərindən biridir. Allah Teala buyurur Qur'anda: "وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِ اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَهْجُورًا." Allah Teala deyir ki, Resul dedi: "Ey Rəbbim, qövmüm bu Qur'anı tərk etdilər." Allahın Resulü qövmünün Qur'anı tərk etdiyindən dolayı Allaha şikayət edir. Allaha şikayət edir. Deyir: "Ey Rəbbim, qövmüm bu Qur'anı tərk etdilər. Onun əhkamlarına əməl etməyi tərk etdilər." Həmçinin tərkin növlərindən birisi Qur'anı oxumaqdır. Qur'anı tərk etməyin növlərindən birisi Qur'anı oxumağı tərk etməkdir. Allah Teala buyurur: "وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا." Kim mənim zikrimdən üz döndərərsə, onun həyatı sıxıcı olar. Allah Teala deyir mənim zikrimdən və bura Qur'anda daxildir. Qur'anda zikir kəlməsi keçəndə yadınızda saxın, ora Qur'an da daxildir. Allah Teala deyir, kim mənim zikrimdən üz döndərərsə.
eyni zamanda mənim Qur'anımın, mənim kəlamımı oxumaqdan üz döndərərsən, onun həyatı sıxıntılı olar. Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem وَمَثَلُ الْمُؤْمِنِ الَّذ۪ي لَا يَقْرَأُ الْقُرْآنِ كَمَثَلِ تَمْرَةٍ دَعَمُهَا هُلْهُ وَلَا رِيحَ لَهَا. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Quran oxumayan müminin məsəli xurmaya bənzəyir. Onun tamı şirin olsa da iyisi yoxdur. Fikir verin, Quran oxumayan müminin məsəli xurmaya bənzəyir. Xurma, hamınız tanırsınız xurmanı. Onun tamı gözəldir, amma iyisi yoxdur. Təsiri yoxdur başqasına. İyisi yoxdur. Niyə? Yəni, onun iman nuru zəifdir. İman nuru zəif. Çünki Qur'an birbaşa Qur'ana qəlbə təsir edir. Qur'an oxuduqda Qur'an sənin qəlbinin nurunu artırır. Sənin qəlbinin həyatını verir. Sən də Qur'anı oxuya bilməməyində özünü bu nurdan və bu həyatdan məhrum edirsən. Sən Qur'anı oxumadıqca özünü bu nurdan Allah Teala Qur'anı nur adlandırır. Və bu nurun təsiri ən birbaşa qəlbədir. Və insanın xoşbəxtliyi də onun qəlbindədir. Və sən özünü bu nurdan, bu həyatdan məhrum etmiş olursan. Odur ki, qardaşlar, mütləq şəkildə Quran öyrənməyi, Quran oxumağı öyrənin. Baxın, hərdən məclislər təşkil edirsiniz, yemək içmək üçün, çay süfrəsi təşkil edirsiniz. Və bütün hər kəsi ayağı qaldırırsınız, dəvət edirsiniz. Gəlin, qardaşlar, yığılaq, həftədə bir dəfə, 2 dəfə yemək içmək açaq. Allahın kitabı daha layiq deyilmi? Sən buna görə heç olmasa həftədə bir dəfə məclis qurasan, yığılasan, məsciddə oturasan 1 saat, 2 saat Allahın kitabının üzərində, Quran-ı Kərimi oxumağı öyrənəsən. Eyib deyilmi müsəlman üçün bunu etməməsi? Başqa dəyərsiz dünyəvi şeylər üçün nə qədər təşkilatlar edirsiniz? Lazım olsa səfərə çıxırsınız, uzaq bir yerə gedirsiniz, oturmaq üçün, vaxt keçirmək üçün. Bəs Allahın kitabı? Hansı ki, buna görə siz hesab olunacaqsınız. Odur ki, indidən Quran, Ramazan girmədən öncə, indidən Quran oxumağı öyrənin. Sonra, Ramazan ayına hazırlıqdan üçüncüsü, artıq bu aydan başla, bacardığın qədər oruç tut. Bacardığın qədər oruç tut. Oruç tutmağı çoxalt. İndiyə nə qədər oruç tutmamısan? Heç olmasa Ramazan öncəsi indi başla, ara sıra oruç tutmağa başla. Və ayrıca Allah Resulü sallallahu aleyhi ve sellem bu ayda olduqca çox oruç tutardı. Ayşə radiyallahu anh'a deyir ki, فَمَا رَأَيْتُ رَسُولَ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ اِسْتَكْمَلَ صِيَامِ شَهْرٍ إِلَّا رَمَضَانَ وَمَا رَأَيْتُ أَكْسَرَ مِنْهُ صِيَامًا إِلَّا فِي شَعْبَانِ. Deyir ki, Ayşə radiyallahu anh'a, Allah Resulü sallallahu aleyhi ve sellem'in Ramazan ayından başqa ayı daha kamil, daha tam oruç tuttuğunu və Şaban ayından da başqa bir ayda daha çox oruç tuttuğunu görmədi. Deməli, Allah Resulü sallallahu aleyhi ve sellem Şaban ayında çoxlu oruç tutardı. Və bunun səbəbini isə birazdan deyəcəm inşallah. Barakallahu li və lakum fil Qur'anil azim və nefa'an və iyyakum bima fihi minel ayati və zikril hakim. Aqulu qawli haza və astaghfirullah li və lakum və lisairil muslimin min kulli zam fastaghfiruhu innahu huvel gafurur rahim. الحمد لله حمدا كثيرا طيبا مباركا فيه كما يحب ربنا ويرضى وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد اللهم بارك على محمد وعلى آل محمد كما باركت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد. Usama ibn Zeyd radiyallahu anhu deyir ki, qultu ya Resulallah, lem araka tasumu şahran minə şuhuri mə tasumu fi şa'ban. Dedim ki, Allah'ın Resulü, Şaban ayında oruç tuttuğundan daha çox
başka bir ayda oruç tuttuğunu görmürəm. Sanki sebebini soruşur. Neye göre ey Allah Resulü sallallahu aleyhi ve sellem bu ayda, yani bu Şaban ayında bu kadar oruç tutursan? Allah Resulü buyurur sallallahu aleyhi ve sellem: "Zalike şehrun yaghfalu anhu kesirun minen nas beyne Recep ve Ramazan ve huve şehrun turfa'u fihi'l a'malu ila rabbil alamin ve uhibbu en yurfa'a ameli ve ana saim." Peygamber sallallahu aleyhi ve sellem deyir ki, soruşulanda ki neye göre bu ayda bu kadar oruç tutursan? Deyir ki, çünkü bu Recep ve Ramazan ortasında olan insanların birçoklarının gafil olduğu bir aydır. Ve bu ayda emeller alemlerin Rabbi olan Allah'a kaldırılır. Ve ben de istəyirəm ki, emellerim Allah'a kaldırıldığı bir vaxt oruçlu olam. Deməli, Allah'ın Resulü sallallahu aleyhi ve sellem bu ayda neye göre çok oruç tuttuğunun sebebini qeyd edir. Əvvəla qeyd edir ki, bu ayda insanların çoxu gafildir. Gafildir, qəflətdədirlər. Ne deməkdir? Ne Kur'an oxumazlar, ne oruç tutmazlar. Ve qəflət ayında edilen ibadetlerin de bilirsiniz değeri var. Allah Resulü buyurur sallallahu aleyhi ve sellem: "El-ibadatu fil-hecri ke-hicratu ileyye." Deyir, fitneler zamanı ibadetle meşgul olmak benim yanıma hicret etmeye beraberdir. Çünkü fitneler zamanı insanlar qəflətdə olurlar. Ve ikinci sebebini de Allah Resulü sallallahu aleyhi ve sellem qeyd ederek deyir ki, çünkü bu vaxtı Şaban ayında əməllər Allah'a kaldırılır. Yani senin ey Müslüman bir illik əməllərin bak bu ayda kaldırılır Allah subhanahu wa ta'ala'ya. Bu ayda kaldırılır Allah'a. Odur ki, sen çalış bu ayı salih əməllərlə keçir ki, oruç tut ki, Kur'an oku ki, əməllərin Allah'a ərz edildiği zaman belki senin əməllərin qəbul edildi. Allah Resulü sallallahu bu sebebi getirir. Əməllərin bir kaldırıldığı zaman xoşlayıram ki, isterim ki, oruçlu olam. Odur ki, bu ayda çalış, az da olsa oruçsan nəsibin olsun. Çünkü sen bilmirsən, senin əməllərin hansı vaxtda, hansı saatda Allah'a kaldırılır. Ve Allah subhanahu teala bizleri bu ayda gafil olanlardan etmesin. Allah azze ve celle bizleri Ramazan ayına yetiştirsin. Ve Allah subhanahu teala bizlere salih emeller etmeye yardım etsin. İbadallah, innallah ya'muru bil adli vel ihsan ve ita'i zil kurba ve yenha anil fahşai vel munkari vel baghi ya'izukum la'allakum tezekkarun vezkurullaha yazkurukum veşkuruhu ala ni'mi yazidkum ve lezikrullahi akbar vallahu ya'lemu ma tasna'un.